Mən Rubio'nun dünən çıxışına qulaq asdım. Senatda o deyir ki, İran həddindən çox ballistik və qanadlı raketlər istehsal edib. Dronları var və bu silahlarla da region üçün, hətta Amerikanın buradakı orduları üçün, bazalar üçün təqribən bir 9 baza var Amerikanın bu yaxın ətrafda. Eyni zamanda hətta təyyarə daşıyan gəmilər üçün belə təhdid yaradacaq silahların olduğu ehtimal olunur. İndi İranın özünün, yaxud da Çinin, yaxud da başqa Rusiyanın. Yəni ona görə də məsələ çox da sadə deyil, bir mənalı deyil. Əsasən İrandan nə tələb olunur? Bildiyim qədər şərtlər xeyli dərəcədə netləşib. Bir, rejimin getməsi. Bu artıq deyək ki, ən əsas ağırlıq təşkil edən məsələ budur. Orada bir dünyəvi hakimiyyətin ona keçid məsələsi qoyulur. Raket proqramı, nüvə proqramı, zənginləşdirilməsindən bir dəfəlik imtina. Nüvə proqramıdır, raket proqramıdır və proksilərdən imtina. Bunlar da onun davamıdır. Və bir də açıq mən düşünürəm ki, Amerikanın burada təbii ki, əsas şərti neftə nəzarət